Əziz dostlar, gedən oyuncular haqqında, yəni getmə ehtimalı olan oyuncular haqqında məlumat verdik. İndi isə gəlmə ehtimalı olan oyuncular haqqında yenilikləri bildirim sizə. Hal-hazırda Barselonanın əsas hədəfi Olimpik Lyonda çıxış edən 20 yaşlı Winger Malik Fofanadır. Lyonun, belə deyək, maddi durumunun pis olması oyunçunun transferini asanlaşdıra bilər. Həm də Robert Lewandowski'nin yerinə düşünülən gənc oyunculardan biri də məhz Malik Fofanadır. Mərkəz hücumçusu kimi də oynaya bilir. Əlavə olaraq Martin Ødegaard transferi də var. Həmin bu Ødegaardda deyilir, Ødegaardda deyilir. Həmin bu Ødegaardın gəlişi məsələsi isə gündəmdə deyil. Böyük ehtimalla ki, bu bir şayədir. Çünki Arsenalın onu satması inandırıcı deyil. Əsas hədəf dediyim kimi Malik Fofanadır. Fofana 20 yaşındadır, Belçikalıdır əslən və elə Belçika milli lisesində şərəfini qoruyur. Mövqeyi Wingerdir, yəni cinah hücumçusu kimi oynayır. Böyük ehtimalla ki, yayda biz bu transferi görə bilərik. Hal-hazırda onun bazar dəyəri transfer marketə görə 30 milyon avro kimi dəyərləndirir və Barcelona da bu pulu verə biləcək bir gücdədir. Gözləyək görək nə xəbər çıxacaq. Hər bir yeni xəbər çıxdıqda sizin üçün məhz TikTok kanalımızda paylaşacağıq. Hələlik.